Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Hər birinizə uğurlu həftə arzulayıram. Əziz dostlar, bu dəqiqələrdə Manşet Az xəbər portalına önəmli məlumat daxil olub. Belə ki, 1 oktyabr tarixindən ictimai nəqliyyatda qiymətlər qalxır. Avtobuslar və metroda qiymətlər 60 qəpik olacaq. Amma bununla bərabər Manşet Az xəbər portalında siz Rəqəmsal və İnkişaf Nazirliyinin rəsmi açıqlamasını oxuya bilərsiniz. Bir sıra ictimai nəqliyyat qiymətlər 60 qəpikdən az olacağı da deyilir. Bu hansı deməli planlara uyğun həyata keçiriləcək? Bu barədə Manşet Az xəbər portalından ətraflı oxuya bilərsiniz. Hər halda marşrutlarda və avtobus bu Bakı şəhərində fəaliyyət göstərən avtobuslarda və metroda gediş haqqı 1 oktyabr tarixindən etibarən 60 qəpik olacaq. Gözünüz Manşet Azda olsun. Bu barədə ətraflı Manşet Az xəbər portalından oxuya bilərsiniz.